Şəhid rəhbərimizin şəhadəti ilə bağlı Ayətullah Əl-Üzma Seyyid Xameneyi cənablarının şəhadəti ilə bağlı bütün İslam aləminə, müsəlman cəmiyyətinə başsağlığı, təsliyə tərzih edirik. O, Həzrətə yaraşan şəhadət ki, Həzrəti İmam Hüseyn əleyhissalamın yoludur və İmam Hüseyn əleyhissalamın həqiqi şiəsi olaraq şəhadət ona nəsib oldu. Bu həzrət öz vilayəti ilə, öz qanı ilə bir dənə məktəb yazdı. Və bu məktəbdə tarix boyu biz yaşamışıq, görmüşük və tarixdə də bu hadisələr baş verib və hal-hazırda təkrar olunmaqdadır. Və bu məktəbin vasitəsilə biz Həzrət İmam-ı Zaman Əzələllahu Teala Fərəcəhmun zuhurunun astanasındayıq. O Həzrətə daha da yaxınlaşırıq. Və bu vilayət, bu haqq olan hidayət yolu heç bir halda batilin, mənfur düşmənin vasitəsilə aradan getməz. Həmişə haqq batilə qalib gələcəkdir. Biz bunu tarix boyu görmüşük. Nə qədər zalimlar, diktatorlar, zülm eləyənlər olub, gezi-tezi aradan gediblər. Və bu həzrətin, bu rəhbərin də şəhadəti ilə düşmən öz mənfur xislətini və öz rəzilliyini bütün aləmə, dünyaya ispat etmiş oldu. Artıq həzrətin, rəhbərin şəhadəti ilə aləmə bəyan oldu ki, bu günləri həqiqi İslam düşmənləri və şeytan hal-hazırda Amerika və İsraildir və onun tərəfdarlarıdır. Və biz bu yolda sabit qədəm qalmağımızdan ötürü o həzrətin müqəddəs hədəflərinə xidmət göstərməliyik. Onun düşmənləri ilə düşmən, onun dostları ilə isə dost olmalıyıq. Bu bizim ilahi vəzifəmizdir. Və axirət zamanda da bizim vəzifələrimiz haqq və batili bir-birindən ayırmaq, fitnə zamanında, müsəlmanların arasına atılan bu fitnə zamanında Qur'andan və ilahi həqiqətlərdən möhkəm yapışmalıdır. Qur'anın bir adı da Furqandır. Furqan yəni haqqı batildən ayıran. Biz diqqətli olmalıyıq ki, bu günləri haqq cəbhəsi kimlərdir və batil cəbhəsi kimlərdir. Nə vaxtda müsəlmanların arasına fitnə düşər, fitnə saralar, haqqı batil, batili haqq kimi bizə tanıtdırır. Ona görə də Qur'andan möhkəm yapışır. Allah Rəsulü öz kəlamında, müqəddəs kəlamında buyurur ki, fitnə zamanı Qur'ana müraciət eləyin. Qur'anın vasitəsi ilə haqqı batildən və batili haqdan ayırın. Biz də Qur'ana möhkəm yapışmaqla, Əhl-i Beytdən və İmam-ı Zamanın müqəddəs hədəflərindən möhkəm yapışmaqla haqqın yanında, batilin qabağında olmalıyıq. Və nəticədə o şəxsləri ki, bu günlər öz qanları ilə məktəb yazıblar, o məktəb ta İmam-ı Zamanın zuhuruna yetişənə qədər diri və müqəddəs qalacaq. Və biz o məktəbə xidmət göstərəcəyik ki, İmam-ı Zaman o məktəbi diri saxlayıb, o məktəbin zuhuru üçün hazırlanır. Və nəticədə bizim məqsədimiz də o müqəddəs hədəflərə xidmət göstərməkdir. Və düşmən ilə fikirləşə bilər ki, müəzzəm rəhbərin şəhadəti ilə dini və müqəddəsatı aradan apara bilər. Bu tarix boyu belə fikirləşiblər. Fironlar, Nəmrudlar və digərlər, Yezid kimilər bu təfəkkürdə olublar ki, ilahi rəhbərləri aradan aparmaqla İslama və dinə, müqəddəsata aradan apara bilərlər. Bu mümkün deyil, heç bir halda. Bu haqq olan hədəf İmam-ı Zamanın vasitəsilə sonlanacaq və ta o zamana kimi ki, İmam-ı Zaman aşiqləri, İmam Zamanın müqəddəs hədəflərinə xidmət göstərənlər vardılar, bu hədəf heç bir halda aradan getməyəcək. Əssəlamu aleykum və rəhmətullah.